Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Bugünkü videomuzda stiliyle daim dikkat çeken, sosyal medyada minlərlə izleyicinin severek izlediği Yağmur Yüksel'in geyim tərzindən danışacaq. Yağmur haradan geyinir, onun stili necə formalaşır suallarını cevaplandırmağa hazırsınızsa keçək videoya. Yağmur'un stili modern, rahat ve eyni zamanda oldukça özünə məxsusdur. O gündəlik kombinlərində əsasən Zara, Mango, Bershka kimi tanınmış brendlərə üstünlük verir. Bununla yanaşı fərqli və göz oxşayan parçaları yerli butiklərdən və Trendyol kimi onlayn platformalardan tapır. Misal üçün onun son paylaşımında gördüğünüz 5 tonlu kombin üst geyimi Zara'dan, şalvar ise yerli dizayner işiydi. Ayaqqabılar ise hem rahat hem de trend olan bir model Trendyol'dan. Yağmur'un geyimlərindəki əsas məqam sadəliyi və şıxlığı bir arada saxlamasıdır. O renkləri ustalıqla uyğunlaşdırır, aksesuar seçimlərində isə minimal və zərif detallar üstünlük təşkil edir. Bu da onun izləyiciləri tərəfindən bəyənilməsinin əsas səbəblərindən biridir. Beləliklə Yağmur Yüksel'in stilinə kiçik bir səyahət etdik. Əgər siz onun geyim tərzindən ilham almaq istəyirsinizsə, qeyd etdiyimiz brendləri və platformaları izləyə bilərsiniz. Videonu beğendinizsə like etmeyi, kanala abone olmağı və rəylərdə fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Növbəti videolarda kimlərin stilini analiz etməyimizi istəyirsiniz? Şərhlərdə yazın. Sağ olun, hələlik.